Yüksək stres altında olan insanlarda vitamin D tez aşağı olur. Bu həm həyat tərzi ilə bağlıdır, həm də hormonal və metabolik faktorlarla. Autoimmun xəstəlik və yüksək stres həyatınızın bir hissəsidirsə, bu videonu sona qədər izləyin. Vitamin D haqqında nə sübut olunub, nə olunmayıb və praktikada mən nə edirəm, bunu aydın şəkildə izah edəcəyim. Son illərdə vitamin D çox məşhurlaşdı. Çünki böyük bir tədqiqat göstərdi ki, gündə 2000 ünitə vitamin D qəbul edən insanlarda autoimmun xəstəlik riski təxminən 20% daha az oldu. Multiple sklerozda bu əlaqəni çoxdan bilirik. Biz bunu praktikada da görürük. MS xəstələrinin çoxunda vitamin D çox aşağı olur. Epidemiologiyada da eyni şeyi görürük. Günəş az olan bölgələrdə MS daha çoxdur. Çox vacib bir məqam var. Xəstəliyin yaranma riski və xəstəliyin gedişini dəyişmək bunlar eyni şey deyil. Bəzi randomize tədqiqatlar aydın effekt göstərmir. Amma yeni bir tədqiqat erkən mərhələdə olan xəstələrdə xəstəlik aktivliyinin azalmasını göstərdi. Maraqlıdır, amma bütün xəstələr üçün hələ bir standart yanaşma deyil. Yəni nəticə belədir. Vitamin D köməkçi faktordur, amma əsas müalicə deyil. Bəs digər autoimmun xəstəliklərdə necə? Ya sadəcə yüksək stres altında olan insanlarda? Yanaşma oxşardır, amma eyni deyil. Autoimmun xəstələrdə ümumi prinsip belədir. Vitamin D çatışmazlığı varsa, mütləq korreksiya olunmalıdır. Çünki aşağı səviyyə iltihab aktivliyi ilə əlaqəlidir. Yüksək stres altında olan insanlarda vitamin D tez aşağı olur. Bu həm həyat tərzi ilə bağlıdır, həm də hormonal və metabolik faktorlarla. Hər autoimmun xəstəlikdə vitamin D təsiri eyni gücdə deyil. MS-də bu əlaqə daha güclüdür. Yanaşmam belədir. Rutin olaraq yüksək dozalarda vermirəm, amma risk varsa yoxlayıram və defisit varsa korreksiya edirəm. Vitamin D hər kəs üçün vacibdir, amma hər kəs üçün eyni strategiya uyğun deyil. İndi isə ən vacib hissə, pratik yanaşma. Birinci qanda vitamin D səviyyəsini yoxlayıram. İkinci, əgər aşağıdırsa korreksiya edirəm. Üçüncü, əgər normaldırsa belə, onu hədəf aralığında saxlayıram. Multiple sklerozda hədəf aralığım belədir və bu kifayətdir. Daha yüksək olması daha yaxşı demək deyil. Bu yanaşma həm klinik təcrübəmə, həm də Alman Nevrologiya Cəmiyyətinin tövsiyələrinə uyğundur. Məqsəd defisitin qarşısını almaq və təhlükəsiz aralıqda qalmamaqdır. Ultra yüksək dozalar tövsiyə olunmur. Çünki burada artıq fayda yox, risk başlayır. Vitamin D sadəcə qanda olan səviyyə deyil. O, immun hüceyrələrin daxilində işləyir və gen ekspressiyasına təsir edir. Yəni, bu sistem sadəcə rəqəm artırmaqdan daha mürəkkəbdir. Çox daha yaxşı deyildir. Bəzi yanaşmalar var, məsələn, Coimbra protokolu, amma bu standart deyil və ciddi nəzarət tələb edir. Bu barədə ayrıca danışacağım. Vitamin D immun sistemdə real rolu olan bir hormondur. Amma bu möcüzə deyil. Bu, düzgün istifadə olunanda faydalıdır, yanlış istifadə olunanda isə risklidir.